Adidas. Bunlar sənə tanış gəlir. Alman dilində çoxunun çətinliklə başa düşdüyü mövzulardan biridir. Bunlar sözlərin cinsiyyətini, kəmiyyətini və hallanmasını göstərən ifadələrdir. 4 artiklımız mövcuddur. Gəlin bunlara tanış olaq. Der maskulin kişi cinsinə aiddir. Die feminin qadın cinsinə aiddir. Das neutrum cansıza aiddir. Die plural cəmə aid olan ifadələrimizdir. Bunları sözlərinlə birlikdə öyrənsəz, daha yaxşı yadınızda qalacaq. Gündəlik həyatda istifadə etdiyiniz əşyaların üzərinə həmin ifadələri artikelləri ilə birlikdə yapışdıraraq və ya qeyd edərək öyrənsəz daha yaxşı olacaq. Çünki bunlar biraz əzbər tələb edən hissələrdir. Ona görə əvvəl-əvvəl bunları görüb gözünüz alman dilindən qorxmasın. Sadəcə gündəlik olaraq təkrarlayın və cümlə daxilində istifadə edin. Və unutmayın ki, sözlərin artikelləri ilə birlikdə öyrənilməsi olduqca vacibdir. Çünki sonraki qrammatik məlumatlarda, dərslərdə bu artikelləri bilmək bizim işimizdə çox yarayacaq. Çünki bu dərslər bir-biri ilə olduqca əlaqəli və bağlıdır. Başqa nə suallarınız varsa, kommentlərdə yazıb soruşa bilərsiniz. Sağ olun.